Enerji içkiləri bədəni enerji ilə təmin edir. Bu səhv düşüncədir. Onların yaratdığı təsir qısa müddət davam edir. Enerji içkilərinin enerji adlandırılması insanlarda yanlış təsəvvür yaradır. Onlar bədənə uzun müddətli enerji vermir, sadəcə qısa müddətlik oyanıqlıq hissi yaradaraq bədəni canlandırır. Bu içkilər əsasən kofein, şəkər, taurin, müxtəlif B qrupu vitaminləri və stimullaşdırıcı bitki ekstraktları ehtiva edir. Kofein sinir sistemini aktivləşdirir, şəkər isə sürətli enerji hissi yaradır. Lakin bu enerji real güc deyil, yalnız müvəqqəti psixofizioloji reaksiyadır. Enerji içkilərinin mütəmadi istifadəsi ciddi sağlamlıq riskləri ilə nəticələnə bilər. Məsələn, yüksək qan təzyiqi, ürək ritm pozğunluğu, yuxusuzluq, sinir sistemi pozğunluqları, uşaqlarda piylənmə, diabet, böyrək və qaraciyər problemləri. Üstəlik, bu içkilərin tərkibindəki maddələr dozadan artıq qəbul olunduqda insult, qıc olma, hətta qəfil ölüm riskini də artırır. 18 yaşına çatmamış yeniyetmələrə, hamilə qadınlara, süd verən analara, ürək və böyrək xəstəlikləri olan şəxslərə bu içkilərdən uzaq durmaq tövsiyə olunur. Əgər özünüzü gümrah və enerjili hiss etmək istəyirsinizsə, bunun daha sağlam yolları var. Bol su için, yuxu rejiminizi qaydaya salın və sağlam qidalanın. Unutmayın, enerji içkisi enerji mənbəyi deyil, sadəcə illüziya yaradan stimullaşdırıcı qarışıqdır.